Salam. Payızlı, yağışlı bir gündən hər kəsi salamlayıram. Bizə hələ ki payız deyil, payız sanırıq. Yaman yağış yağır gecədən də ki dizim məni öldürür, üstünüzə salır. Yağış yağmamışdan qabaq dizim başlayır da məndə siqnal verir ki, yağış yağacaq. Sizdə də elə olur. Gecədən yaman yağır, amma getməliyəm. Günləri axşam toyuq çıxartdım. Hə qızlar, axşam toyuq çıxartdım. Heç çayın altını heç nə yandırmamışam. Saat ona işləyir. Gecə o qədər üstə salır. İndinin özündə də qaz yoxdur. Ay yox, gəldi. Hə. Gecə toyuğu çıxartdım. Bu elə qəşəng toyuqdur ki, çox tatlı toyuqdur. Bilməm kimsə alıb istifadə edib bundan yoxsa yox. Çox qəşəng tatlı toyuqdur. Bunu doğrayacağım, bastırma eləyəcəm. Ondan sonra gedib ləzzizdən düyü almaq lazımdır. Düz deyəcəksiniz ki, düyü var, amma o azdır. O həm də oğlumundur da, o düyü yeyir. Kökəlmək üçün düyü yeyəcək. Hə, belə sərdəki nə oldu qızlar? O qədər qorxdum. Deməli, papa mənə o vaxtı çoxdandan dənizdə papam işləyəndə gətirmişdi qulaq probkaları. Mən də axşam bir də görsən ki, səs olanda, səsdə qulağıma axşam probkanı taxdım. İlahi, sər o probkanı çıxardanda sol qulağımda bir dənə xışıltı oldu. Elə bildim ki, qulağımın pərdəsini zədələdim. Çox qorxdum, çox. İnansız bir müddət qulağımda o xışıltı var idi da. Götürdüm, qorxumdan götürdüm, pambıq saldım da qulağıma ki, biraz özünə gəlsin qulağım. Bir də probka taxan deyiləm qulağıma. Çox dəhşət qorxdum. Gözümün oduna aldı. Kar olaram, digəl də. Mənim rəhmətli babamın qulağına ağcaqanad girmişdi. Yazıq kişi gedib həkimə deyir ki, ay həkim, qulağıma ağcaqanad girib, çıxart da. Həkimlər də gülürdülər ona. Nə ağcaqanad? Qulağa da ağcaqanad girər. Hə, inanırsınız, qulağından ağcaqanad çıxartdılar. O ağcaqanad qulağın pərdəsini şeylədi. Kar elədi də bir qulağını, deşdi də o qulağın pərdəsini. Yəni, o yadıma düşdü, çox qorxdum. Dedim, bu saat qulağıma bir hoqqa çıxardaram. İçimdə fikirləşirdim ki, günləri gedim, son yadıma düşdü ki, günləri bazar günüdür axı. Poliklinikada yanımızdadır da. Dedim, qabaqda xeyir işi, mənim də qulağım kar oldu. O qədər qorxdum. Bir də dünənləri şaftalı ki qoymadım qızlar. 2 dənə çıxdı, az çıxdı. Baxın, az oldu. Elə bir ki 3 manat neçə qəpiklik almışdım. Hədə 3 manatlıq almışdım da şaftalı. Çox az oldu. İndi mən bunları dolduracağım ət olanda. Hara qoyacağım əti? Mamam ona görə bunun belə şeyləri xoşlayır, yığır. Mamam özü üçün şey almışdı. Buzxana. Hə, belə qızlar, çay qaynadım, çay dəmliyim. Ondan sonra baxa görə ev əhli oyansın, çıxım gedim. Gedim düyü alım, gəlim.
Deməli, bastırmanı hazırlayıram. Bir də içərisinə duz, bir də paprika vurdum. Bunu əzim, əlavə edəcəm toyuğun içərisinə. Və səhərdən heç nə içməmişəm. Günləri mənim detoks günümdür. İndi kofe dəmləyəcəm. Birinci kofeni içərəm, sonra da... Ay, gözlərim çıxdı yerindən. Böyle yeşil içine dağıtmıştım. Biraz da sirke vuralım. Ama hiç ihtiyaç yok değil. Körpedir. Toyuq xırdadır. Ona göre tez pişecek. Bir saat belə qalsa bəsidir. Uy barmağım. Все, bu belə qalsın. Əlini belə duz da koyun yerine. Nasız hələ də yağış yağır. Quşları da açdım. Elə bir şey yoxdur. Quşları da açdım. Üstlərini örtürəm, axşam adiyalla örtürəm. Ki mən rahat işimi görüm, səs. Bunlar da yatırlar qaranlıqda. Və indi bax yeyirlər. İçərisinə orada dünənləri yumurta qoymuşam, kök darçın, biraz da pul biber vurmuşam. Burada da yeməkləri də var, dənləri var. Burada bax kef eləyirlər özləri üçün. Öyrəşiblər, nəzən, xoşları gəlir, günə geçən bol-bol gəzirlər. O birisi balaca idi. Adamın heyvanlara yazığı gəlir. Ona görə çalışdığım qədər onları belə, necə deyim, yaxşı qulluq eləməyə çalışıram. Burada hələ buraxmamışam, evə gələndən hələ ki uçmayıblar. Çünki bu yuvada çoxdan da olmayıblar qəfəsdə. Həm də evlər də gərək yığışdıram. Nəzimə bir dənə soyutma yumurta qoy.
Gərək evləri də biraz yığışdırım, ondan sonra buraxam. Amma bağda buraxırdım, uçurdular, qəşəng. Sonra axşamda gördüm, özləri öz qəfəslərinə girirdilər. Düzdür, qız arada şuluqluq eləyirdi, girmək istəmirdi, amma şeydir. Bir dənə bunların oğlanların bir dənə qışqırmaqları olmuyor, əladır. Baxın. Qəşəng də gəzirlər, ya Nəzrin. Bax, oğlan məsəlcə o sarı var ya. O qəşəng topla oynayır, qəşəng. Topları da var orada. Yuva da qoydum ki, indi birdən də hələ dünənlər təzə-təzə, hələ tam içəri girməyiblər. Araşdırdılar ki, bu nədir, nə olan şeydir. Nəyi var yağır qızlar, nəyi var yağır. Mən də zontik götürmədim. Amma əynimi belə qalın geyindim. Vay, mən həmişə zontik götürən adam niyə götürmədim? Gedim tez telefonu qoyacağım, telefonu indi söndürəcəm. Bütün yaş olacaq telefon indi. Yaxşı var. İndi gedim, evdə elə bir qazan su qoydum, qaynasın aş üçün. Evə gedən kimi tez düyünü yuyum, qoyum suyun içərisinə, biraz elə bir ki bişsin. Toyuğu hamısını düzəndən sonra Nəzrini götürəcəm, gedəcəm salona. Bir dənə onun saçını kəstirək. Ona baxın, yaman yağır ha, nəyi var? Demək qızlar, yeməyi qoydum dəmin üstünə. Qaçdıq Nəzrindən getdik şeyə, salona. Yağış da, leysan, sel. Ayağım, üstüm, başım, bütün suyun içində qızlar. Artıq 10 verdim də, üstüm, başım su, ayağım da su oldu. Parçadandı mənim krasovkam. Ayağım demək olar ki, suydu da. Nə yaxşı ki, sumkamda təmiz corablarım var idi. 2 dənə təmiz corab gəzdirirəm mən. Corabımı dəyişdim qəşəngcə. Gəldim evə, biraz altını vam otda qoymuş, yanmasın. Gəldim, biraz artırdım, artıq yeməyim bişib. İndi biz yeməyimizi yeyək, nuş eləyək. Sonra da başlayarıq evləri yığışdırmağa. Gəldim, elə bir dənə isti çay içdim. Əslində görün, mən 3 aydır ki, mən çay içmirdim. İsti çay içdim, bədənim isinsin. Çünki boğazım hiss edirdim ki, boğazım ağrımaq istəyir. Elə bir su məni o qədər 2 dəfə çıxdım da, suya düşdüm. Ayaqlarım, inanırsınız mənə, ayaqlarım bilsən nə olmuşdu? Su. Ona görə baxmayın bura, burada şey var, döşək qoymuşam. Yer yoxdur döşəyə qoymağa. Döşəyə qoymuşam ona görə bura. Bir də pəncərə güzgünün hələ tozunu silməmişəm. Güzgülərlə elə işim olmayıb elə. Ancaq mebellər, polları eləmişəm. Deməli, qızlar, qabaqda xeyir işimiz var. Allah hər bir evə toy, nişan, xeyir işi qismət eləsin inşallah. Mənim də belə bir paltarım var. Qabaqda yəni nişanımız olacaq. Belə bir paltarım var. Görürsünüz, burada biraz ləkə var. Görməmişdim mən onu. Çoxdandır mən bunu geyinmirdim. Əynimə olmurdu. İndi artıq əynimə girir və bunu mən nişana geymək istəyirəm.
Və indi mən bunu yumaq istəyirəm. Bir dənə bunu yuyacağam, qoyacağam, asacağam və salam. Qızlarla da danışdım. Bayaqları qızlarla məsləhət aldım. Bunu necə yumaq lazımdır. Baxın belədir qabağı, önün hissəsi. Bir də belədir. Altda da ki qəşəng bir paltardır. Əynində çox qəşəng oturur. Burada deməli gülləri var idi. Gülləri var idi belə. Baxın. Hə, bu gülləri mən çıxartdım. İminlə bu fasonda bir dənə də paltarım var. Bax belə. Yəni bunun qara rəngi. Qoy bir dənə göstərim. Gəlin bir dənə göstərim sizə. Demək, bir dəqiqə göstərim, çıxardım. Eyni paltardır, eyni paltardır qızlar. Baxın, amma qara rəngindədir. Bir dəqiqə. Bunun burası mən necə fırladım? Bircə dəqiqə gözləyin. Hə, elə bil ki, bir dəqiqə ışığı da yandırım. Eyni paltarlardır qızlar, eyni birə-bir. Burada da gülləri var idi. Bunu çıxartmışdım, bu qalmışdı. Bunu da çıxartdım. Əynində çox qəşəng yanır. Eyni paltar olmağına baxmayaraq, rəngləri ayrıdır deyə tamam başqa cür ikisi də oturur. Oturuşu eni də elə bilsən ki, tamam başqa paltarlarda bildiniz. Hərəsinin öz şeyi var, gözəlliyi var da. Yəni qaranı giyməyəcəm, qaranı istəmirəm geyməyə, bunu geyinəcəm. Çünki qardaşımın qızının nişanıdır, bibiyəm və balamın, qardaşımın balasının toyunda qara giymək istəmirəm. O mənim qızımdır. Uşaqlardan heç ayrı qoymuram da, seçmirəm onları. Hə, ona görə fikirləşdim bunu geyinim. Və indi bunu yumaq istəyirəm. Qızlarla da, marafondakı qızlarla da biraz məsləhətləşdi, soruşdum necə yuyum. Düzdür, əvvəllər yumuşam. Bu paltarı yox, tamam başqa paltarı. Hə, prosta yadımdan çıxmışdı. Yenə də məsləhət aldım qızlardan. Bunu qoyum yerinə. Baxın, baxın. Bax. Görsünüz necədir. Bunu bir dənə qoyum yerinə. İnanırsınız ki ya, burada o qədər mənim burada paltarlarım var ki də, hansı ki əynimə olmurdu. Hansı ki əynimə heç olmurdu. İndi artıq əynimədir. Bu yeni paltarlardır. Əynimdə belə mişok kimi qalır, torba kimi qalır. Şalvarlar da əynimdə torba kimi qalır. Hə, deməli, burada məndə nə var idi, ay Allah. Bu kofta, deyim də sizə, heç nəzirin yox idi. Nəzirin heç yox idi. Nəzrin də 17 yaş olacaq da, hə, 18 ilin koftasıdır. Abnimi minyadır, çox qəşəngdir. Artıq əynimə olur. Amma bununla da qəşəng olar ha, bu şalvarla. Baxın, belə bir şeydir. Altdan belə şey var idi, ipi var idi, qırılmışdı. Buradan altdan bunu belə bağlayırsan, bu da belədir. Gördünüz? Çox qəşəng paltardır, koftadır. Bununla çox qəşəng durur, gönül gözəl durdu. Heç birini atmamışam da, saxlamışam. Doğrudan, bu həmin şalvardır ki, hansı ki mən sizə deyirəm, çox qəşəng əynimdə oturur. Bu həmin şalvardır. Bundan bax, belənçinə. Bunu belənçinə geyinib даже veçerə də getmək olar. Yəni ayaqda stiletto ilə çox super durar. Bunları şkafın içərisinə qoyacağam. Bax belə. Hə, indi mən bunları fikir verməyin buralara. Baxın, yorğanı yuzdurmuşuq, qoymuşuq. Bütün buralardan, hər yerdən su axıb. Baxın, bütün buradan nətər su gəlibsə, nətər suyun izini görürsünüz də. Bütün beləsinə su gedib. Baxın. Görürsünüz. Hə, bax belə. Gedim bunu yuyaq. Su hazırlayım. Deməli, qızlar, bir balaca bundan tökürəm. İndi paltarı bunun içərisinə salacağım. Yəni, başqa bir vedrəm yoxdur.
Biraz da su doldurum. Elə bir dar oldu, elə bil. Biraz da paltar su. Bir tane ad boy şey. Su qızlar, elə bir ki paltarı koydum soyuq suyun içərisinə. Qoy biraz qalsın. Biraz qalsın, özünə gəlsin. Deyəcəksiniz ki, sadə çıxartmışsan, çıxartmışam çünki bayaq dəstəmaz almışdım. Hə, yenə gəlib taxacam. Ad nədir? Bu belə qalsın. Bir hardasa bir saat. Bəzi yerlərini harda ləkə vardı, onları belə təmizləyim. Все, 1 saat, 2 saat qalsın. Yuyaram. Durulayaram və salam. Belə qızlar, yudum qəşəng. Suyunu axıtdım. Burada biraz ləkə var idi. Sabunla yudum, keçdi getdi. Bu belə dayanır deyə. Bu belə yığanda belə olur. Belə qızlar, hər birinizi öpürəm. Yaxşı ki, məndən qaldınız. Çox sağ olun ki, izlədiniz. Hər birinizi öpürəm. Gedim videonu montaj eləyim, sizin üçün paylaşım. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Hələlik. Bu belə qalsın, süzülsün, qurusun, göstərərəm quruyandan sonra.